Zənginlik niyə gəlirdən yox, sistemdən yaranır? Yüksək gəlir və zənginlik eyni anlayış deyil. Fərq nədir? Gəlir aktiv əməyə bağlıdır. Sistem isə aktivlər və struktur üzərindən işləyir. Sistem nədir? Aktiv portfeli, biznes modeli, investisiya mexanizmi, pasiv və ya yarı pasiv gəlir axını. Niyə bu vacibdir? Gəlir dayandıqda maliyyə sabitliyi risk altına düşür. Sistem isə davamlılıq yaradır. Azərbaycanda yüksək maaş alan insanlar var, amma yüksək maaş zənginlik demək deyil. Əgər gəlir yalnız əmək fəaliyyətinə bağlıdırsa, o dayananda maliyyə axını dayanır. Zənginlik isə aktivlər və struktur üzərindən qurulur. Bu nə deməkdir? Mənzil kirayə gəliri, biznes payı, dividendlər, investisiya portfeli, bunlar gəlir mənbəyi şaxələndirir. Bir çox insan gəliri artdıqca xərcləri də artır. Amma sistem qurulmayanda kapital yığımı baş vermir. Zənginlik yüksək maaşdan yox, qurulan mexanizmdən yaranır. Maaş təhlükəsizlik yarada bilər. Sistem isə azadlıq yaradır.